Əməliyyatdan sonra sizləri narahat edən məqamlardan biri də burun üzərində olan şişkinlik ödəmin olmasıdır. Bunun əsas səbəbi bizim əməliyyatdan sonra burun kiçildiyi üçün müəyyən qədər artıq dəri tam öz yerini tapa bilmir. Ondan ötürü bir müəyyən zaman lazımdır ki, artıq dəri yerinə otursun. Bunun üçün də sizlərə tələb olunan bəzi qaydalar hamısı başa salınır və eyni zamanda masajla həmin dərini tam yerinə bu hərəkətlərlə otuzdurmağa çalışırsınız. Pasient ya soyuqdan istiyə, ya istidən soyuğa keçdiyi zaman, biraz özünə yükləndiyində, ağırlıq və s. işdən çox məşğul olduğunda, çox acılı bir şeylər yediyində bu sizin burnunun ödəmləşməsinə səbəb ola bilər. Bu zaman nə olur ki, sağ tərəfdə ödəm artıq olduğu zaman sağ tərəf şişir və burun sola meyilli görsənir və ya əksinə bu sizi rahatsız etməsin. Ödəm burun əməliyyatından sonra baş verən normal hallardır. Bu ödəmlə sizin burnunuzda xüsusi bir gələcəkdə sizə problem yaradacaq bir dəyişiklik olası deyil. Qaydası ilə masaj etdikdən sonra və ya özünüzə rahat sərbəstlik verdikdən sonra o ödəm aradan qalxacaq və gələcəkdə sizin üçün bir fəsad yaratmayacaq.